Mənim o yaxşılıqlarımdan sonra nə qədər ziyanlar da vurdu, bilirsən? Yəni ki, Allah onun anası valideyninə, nənəsinə lənət eləsin ki, səni pislədi, sənə qarğış elədi o. O heç başıma oynasınlar. Nənə, ana da təhqir eləmədikləri, demədikləri bəddua qalmadı. Biz ya Allah görürük zaten biz kimsə nəsə deməyi bizə keçməz. Allah bizə gözəl dualar, gözəl insanlardan gəlir. Allah da həmişə yanımızdadır. O heç. Nə bilim, hər yerə şikayət eləmədikləri yer qalmadı. Ziyan vurdular, adıma pis çıxartdılar. Hələ Mirağa mənə təhqir elədi. Allah öldürsün dedi canlılar. Amma sən düzdür orada nə dedin? Mən də orada dedim ki, sən o sözü ona niyə deyirsən? Elə bil o sözü ona dedim, mənə dedin. Onu gördü. Ona görə də bax bu gün mən gəlmişəm və Şənay vağzalda yatır. Mən dəstəyimi verəcəm və kimlər də